Xeyriyyə Bünyadının müdir amili dedi, müsəllanın kənarında düzələn təbəqati parking tarixi Əlişah Hərçinin məhvətəsinin kamil surətdə hifz eləmək əvəziyyəti ilə icra olacaqdır. Bərən ki, bu ərk vaqe olubdur bir dənə məhvətədə və burada müsəlladır və müsəllada da talar var idi, kitabxana vardı. Kitabxanada hüdudi 12.000 xoride əza varımızdır, danışçuyan əzizdən hər gün burada mütaliə edirlər. Talar 1000 nəfəri varımızdır ki, əğləb ovqat burada seminar salırlar. Fəlzə bu məhəvvətə o əzizlərin maşınları ilə kamilən təbdil olur bir haləti trafiki. Bu haləti trafik olanda nümayi zahiri bura kamilən bədnamə olur. Bəzə oturduq, çox fikir eləyəndən sonra, kar-ı karşınası əncam tapandan sonra məşvərət-های ziyad, şəhridari ilə, məşvərət ziyad, miras pərhəngi ilə ki, bu əmrin üstündə bizim əlan surət cələsəهای mütəəddid varımızdır və əfradların huzuru ilə ölənləri fərmandar möhtərəm gəldilər, yaxından gördülər. Ağay Pur Mehdi çarşənbə günü həftəyə güzəşədə gəlib yaxından özü mülahizə eləyibdilər və dünənləri də onlar ki, tərəfdaran ya əlaqəməndان به میراث فرهنگیدilər. Axşam burada cələsəmiz vardı, 5-6 nəfər əzərlə buradaydılar. Hamısına təslim bu oldu ki, o məhəlli ki, fasiləsi hüdud 60 metr ərklə fasiləsi vardı. 10 metr Fəthullahın həyəti ilə fasiləsi vardı. 40 metr bu müsəllə ilə fasiləsi vardı. Burada bir dənə zirzəmini park برای 450 dənə maşın ehtas olsun. Maşınlar geçsinə zirzəminə da bu fəzanı kamilən parkingə təbdil olmasın. Tabi hal tarix özü nişan veribdi ki, o vaxtı ki, ərkin üstündə butahay gövərmişdi və ələflər hərzə günbəgün rüşd edirdi və yuxarıdan ərkin canın təhdid eləyirdi. Bu bünyad xeyriyyə idi ki, gəldi mərəmmət elədi, nigəhdarlıq elədi. Əlavə bərin gəldi zehkeşi elədi. Təvən hüdudu 5-6 metr rütubət can ərkə sirayət eləmişdi zehkeşlik ilə və suyu eşiyə hidayət eləməklə eləyə bildi ki, kamilən ərkin payələrin o haləti süslükdən təbdil eləsin, bir haləti ki, payidartər olsun. Və ərki ki, burada vardı, mehrab məsciddir, asar qədimi müsəlmanandır. Bu müsəlmanlara mərbut. Əgər ərki bir vaxt bir nəfər gələ bunun bir dənə acirine cəsarət eləmişsə, əvvəlin dəfəsində biz özümüz hədai bir məsələyik. Budur ki, mən tamamı mərdümə, tamamı eşidənlərə, tamamı görənlərə, tamamı mühəndislərə, tamamı danışçılara, onları ki, Təbrizlidirlər, Tehrandadılar, görməzdən, bilməzdən mozegirlik eləməsinlər. Yəqinən bilsinlər ki, biz Təbrizliyi, Təbrizə zində gedirik. Əgər buranı ziba eləmiş olsaq, öz başımızın ucaqlığıdır.